Salam əziz dostlar. Bugün deməli süjet bərabərçiliyi haqqında danışmaq istəyirik. Süjet bərabərçiliyi haqqında müəyyən məsələlər olur. Məsələn, buraxılış imtahanında, blok imtahanında. Yəni görürsünüz ki, abituriyentlər orada müəyyən incə məqamları unutduqlarına görə müəyyən səhvlərə yol verirlər. Nəticə etibarında müəyyən səhvlərə yol verilir. Ona görə də bu səhvlərin aradan qaldırılması üçün o incə məqamları mən izah etmək istəyirəm. İstəyirəm ki, yəni heç olmasa, yəni abituriyentlərimiz üçün yəni dəstək xarakteri daşıyır, yəni bu video. Yəni onlara bir dəstək olaraq onlar bilsinlər ki, bu məsələləri araşdıranda nələrə diqqət etmək lazımdır. Ona görə də bu məsələyə mən toxunmaq məcburiyyətinə qaldım. Deməli, əziz dostlar, ümumiyyətlə süjet bərabərçiliyini araşdırmaq üçün, yəni ona aid məsələləri araşdırarkən biz nələrə diqqət etməliyik? Məsələn, sual qoyula bilər ki, üçbucağın deyək ki, ikibucaqlı üçbucaqda fərz elə iki tərəf verilib, digər tərəfin ala biləcəyi tam qiymətlərin ən böyük tam qiyməti ilə ən kiçik tam qiymətin cəmini tapılır bu qiymətlər içərisində. Və yaxud da sual qoyula bilər ki, deməli, iki tərəf verilib, digər tərəf isə körbucaq qarşısında duran tərəfdir. Həmin tərəfin o körbucaq qarşısında duran tərəfin ala biləcəyi tam qiymətlərin ən böyük qiymətindən kiçik qiymətin cəmini tapılır. Yəni bu kimi digər suallar verilə bilər. Ona görə də burada bəzən görürsünüz ki, uşaqlar ümumiyyətlə üçbucaq bərabərçiliyinə ümumi şəkildə yanaşaraq 7-ci sinif həcmində cavablandırırlar. Məsələn, 7-ci sinifdə keçirlər, proqramda var, amma belə var ki, orada daha körbucaqlı üçbucaq, ikibucaqlı üçbucaq adı çəkilmir orada 7-ci sinifdə. O ümumi şəkildə verilir ki, məsələn, üçbucağın ixtiyari iki tərəfinin cəmi üçüncü tərəfdən nədir? Böyükdür. Bu şəkildə şagird qarşısına çıxan məsələni araşdıranda, əlbəttə ki, orada məsələ də belə verilir ki, üçbucağın iki tərəfi verilib, üçüncü tərəfin ala biləcəyi tam qiymətləri müəyyən edin və yaxud da ala biləcəyi tam qiymətlərdən ən böyüyü ilə kiçiyinin cəmini tapın və s. Ona görə də şagird artıq orada konkret olaraq üçbucaq bərabərçiliyini istifadə edir ki, yəni istənilən üçbucaqda, o körbucaqlı da ola bilər, ikibucaqlı da ola bilər. Məsələn, A, B, C tərəfləri verilirsə, deməli, burada A üstəgəl B böyükdür C-dən, B üstəgəl C böyükdür A-dan, A plus C böyükdür B-dən. Buradan alınan nəticələr var. Buradan belə nəticə alınır ki, yəni istənilən üçbucağın tərəfi digər iki tərəfin fərqinin modulundan böyük. Məsələn, A minus B fərqinin modulundan böyük. Cəmindən isə nədir? Kiçikdir. Yəni, buradan alınan nəticəyə görə. Məsələn, B-də böyük olacaq A minus C fərqinin modulundan, kiçik olacaq A plus C-nin cəmindən. Sonra A-nın özü də böyük olacaq deməli, B minus C fərqinin modulundan, kiçik olacaq deməli, B plus C-nin cəmindən. Bu şəkildə şagirdlər, yəni 7-ci sinif şagirdləri məsələni araşdırırlar. Tapırlar ki, məsələn, burada C-nin ala biləcəyi tam qiymətlərin müəyyən edə bilirlər, B-nin ala biləcəyi tam qiymətləri müəyyən edə bilirlər, A-nın ala biləcəyi tam qiymətləri müəyyən edə bilirlər. Amma məsələ burada yəni belə qoyulur, yəni deyilmir burada ikibucaqlı üçbucaqdır, körbucaqlı üçbucaqdır, bu məsələ deyilmir orada. Deyilmədiyinə görə də üçbucağın istənilən iki tərəfinin cəmi əlbəttə bu şərtlə deyir. Yəni istənilən iki tərəfin cəmi üçüncü tərəfdən böyükdür. Ona görə də deməli, bax bu bərabərçilikdən alınan nəticələrdir bunlar. Yəni istənilən tərəfi də bu şərtlə deyir. Deməli, üçbucağın istənilən tərəfi, yəni verilən tərəflərə görə üçbucaq qurmaq üçün bu şərtlər ödənməlidir, bəli. Şərtlər ödənməlidir. Amma şərt qoyulmur. Deyir ki, istənilən üçbucaqdır, yəni üçbucağın deməli, iki tərəfi verilib, digər üçüncü tərəfin ala biləcəyi tam qiymətləri təyin edilib. Bəli, bu 7-ci sinif həcmində məsələdir. Amma şərt qoyulsa ki, üçbucaq ikibucaqlı üçbucaqdır. İkibucaqlı üçbucaqda iki tərəf verilib, digər verilməyən tərəfin tam qiymətlərini müəyyən edin. Və yaxud da iki tərəf verilib, həmin tərəfin əmələ gətirdiyi körbucaq qarşısında duran tərəfin ala biləcəyi tam qiymətləri müəyyən edin. Artıq sual burada dəyişir. Yəni şərtlər qoyulur burada. Ona görə bu şərtlərə cavab vermək üçün, yəni bu məsələnin şərtinə görə hərəkət etmək üçün, məsələni həll etmək üçün, deməli, abituriyentlər bilməlidir ki, burada kosinuslar teoreminin böyük rolu var.
Bəli, bax, üçbucaq bərabərsizliyində kosinuslar teoreminin böyük rolu var. Bəli. Hətta Pifagor teoremi də kosinuslar teoreminin, yəni Pifagor teoreminin 500-dən çox isbatı var. Yəni Pifagor teoremi. Yəni onda bir də kosinuslar teoremindən alınır. Bilirsiniz ki, orada kosinus alfa 90 dərəcə olanda artıq orada biz C-nin kvadrati bərabər A kvadrat plus B kvadrat alırıq. O da Pifagor teoreminin isbatı. Çünki kosinus alfa 90 dərəcə olanda kosinus alfa 0-a bərabərdir. Bu şəkildə Pifagor teoremini alırıq. Bəli. İndi gəlin, ilk növbədə mən istəyirəm Pifagor teoremini izah edəyəm. Ondan sonra məsələlərə aydınlıq gətirək. Deməli, dostlar, bax, hərc edək, bax, bu koordinat sistemidir. Koordinat sistemində YX koordinat sistemində biz belə bir üçbucaq çəkək. Məsələn, bilirsiniz ki, bu da düzbucaqlı Descartes koordinat sistemidir. Yəni, düzbucaq sırasında bu da koordinat başlanğıcıdır. Yəni, fərz edək, bax, bizə verilən üçbucaq fərz edək, bax, budur. Bizə verilən üçbucaq budur. Məsələn, fərz edək, bu A nöqtəsi olsun, bu B nöqtəsi olsun, bu da olsun C nöqtəsi. Və biz bunu da böyük marka ilə birləşdirək. Üçbucaq tam aydın şəkildə görünsün. Deməli, bax, bu fərz edək alfa bucağıdır. Və bu tərəf tutaq ki, bu tərəfin uzunluğu B-dir, bu tərəfin uzunluğu C-dir, bu tərəfin uzunluğu da nədir? A-dır. Bunu da biz buradan belə işarə edək ki, mən burada bir qeyd edirəm ki, bu tərəfin uzunluğu biləsiz ki, bu tərəfin uzunluğu da nədir? A-dır. Bəli. Tərəfin uzunluğu A-dır. Bunu qeyd edək. Sonra. Deməli, əziz dostlar, bax, burada bilirsiniz ki, üçbucağın hündürlüyü birlikdə biz nəyi başa düşürük? Üçbucağın istənilən təpə nöqtəsində qarşı tərəf üzərində saxlayan düz xətt endirilmiş perpendikular həmin üçbucağın hündürlüyü deyilir. Yendirək. Həmin hündürlük tutası bax, budur. Və fərz edək ki, bax, bu x-in deyək ki, x0 qiymətidir, fərz edək. X-in x0 qiymətidir. Bu da olsun y-in y0 qiymətidir. Yəni, nöqtənin koordinatlarından söhbət edir. Məsələn, A nöqtəsinin koordinatları fərz edək. Burada deməli, bu da olsun y0. Bəli, A nöqtəsinin koordinatları, yəni x0, y0 şəklində təyin edilir. Fərz edək. Belə verilir. B nöqtəsinin koordinatları, bilirsiniz ki, əgər bu parçanın uzunluğu A-dırsa, onda da burada x-in A qiyməti elə bu üçbucağın bu tərəfinin uzunluğuna bərabər olur. Ona görə də biz burada x-in qiymətini A kimi göstərə bilirik. Onda verilmiş nöqtənin koordinatları olacaq A0 nöqtəsi. Bəli. A0 nöqtəsi. Bəli. Sonra C nöqtəsinin koordinatları 0-0 olacaq. Çünki koordinat başlanğıcıdır. Ona görə 0-0 olacaq. Bu şəkildə təyin edək. Və trigonometri nisbətləri hər biriniz bilirsiniz. Bilirsiniz ki, iki bucaq qarşısında duran katetin hipotenuza olan nisbətinə həmin iki bucağın sinusu deyilir. Yəni, sinus alfa bərabərdir. Deməli, y0 bölünsün nə? B. Və buradan da alırıq ki, y0 nəyə bərabərdir? B sinus alfaya. Bəli. Kosinus alfada bərabərdir x0 bölünsün B və buradan alırıq ki, x0 nəyə bərabərdir? B kosinus alfaya. Bəli, buna bərabər. Onda A nöqtəsinin koordinatları nə olar? X0-ın yerində yazarıq B kosinus alfa. Y0-ın yerində yazarıq B sinus alfa. Yazarıq. Və buradan biz bilirsiniz ki, iki nöqtə arasındakı məsafə anlayışına görə yaza bilərik ki, C-nin kvadratı nəyə bərabərdir? C-nin kvadratı bərabərdir. Deməli, A çıxılsın B kosinus alfanın kvadratı, A çıxılsın B kosinus alfanın kvadratı üstə gəl, 0 çıxılsın B sinus alfanın
B sinüs alfanın kvadratı. Yəni, buna bərabər. Və biz bunu açsaq, bu bərabər olar. Bərabər olar. Deməli, A-nın kvadratı üstəgəl, belə başlayacaq, 2AB kosinüs alfa, üstəgəl B kvadratı kosinüs kvadrat alfa. Bunu biləcək. Sonra sıfırdan da B-nin sinüs alfanı çıxarında bunun da kvadratı ilə üstəgəl B kvadratı sinüs kvadratı alfanı verəcək. Mesela bir fabrik. Şəkil. Və buradan biz bilirsiniz ki, bərabərdir. A-nın kvadratı çıx 2AB kosinüs alfa üstəgəl B-nin kvadratını burada ortaqlı kimi ötəcə xaricə çıxarsa, kosinüs kvadratı alfa plus sinüs kvadratı alfa alınır. Və bu da nəyə bərabərdir? 1-ə bərabərdir. Bilirsiniz ki, bu da 1-ə bərabər olduğuna görə deməli, alırıq ki, C-nin kvadratı bərabərdir. A-nın kvadratı üstəgəl B-nin kvadratı çıxılsın 2AB kosinüs alfa. Söhbət burada iki bucaqlı şübcaqdan gedir. Burada iki bucaqlı şübcaqdan söhbət. Yəni, burada iki bucaqlı bu. Yəni, iki bucaqlı. Deməli, iki bucaqdan söhbət gedir. Yəni, məsələn, tutaq ki, biz bunu uzadıq, beləsinə bunu kör bucaqlı da eləyə bilərik. Kör bucaqlı üçün də deyəcəyik məsələni. Siz bilirsiniz ki, deməli, əgər burada alfanın qiyməti 90 dərəcədən böyük olarsa, indi burada alfanın qiyməti nədir? Alfanın qiyməti 90 dərəcədən kiçik, 0 dərəcədən böyükdür. Amma əgər alfanın qiyməti deməli 90 dərəcədən böyük, 180 dərəcədən kiçik olarsa, yəni kör bucaq olarsa, onda siz bilirsiniz ki, kosinüs alfa bu şərti deyərsə, bu ikinci bunun bucaq olur artıq, onda kosinüs alfa 0-dan kiçik olacaq. Onda biz buradan nə alırıq? Onda alırıq ki, C-nin kvadratı bərabərdir. A-nın kvadratı üstəgəl B-nin kvadratı üstəgəl 2AB kosinüs alfa. Bax, bunu aldıq. Deməli, birinci halda bunu aldıq. Bu şəklə ki, burada deməli, alfa 0 dərəcədən böyük, 90 dərəcədən kiçik olsun. İkinci halda isə bunu aldıq. O şəklə ki, alfa 90 dərəcədən böyük, 180 dərəcədən nə olsun? 180 dərəcədən kiçik olsun. Deməli, əgər alfa iki bucaq olarsa, onda kosinüslər teoremi bu şəkildə verilir. Əgər kör bucaq olarsa alfa, onda deməli, kosinüslər teoremi bu şəkildə verilir. Çünki alfanın dərəcə ölçüsü ikinci qübə aid olursa, ikinci qübün bucağı olarsa alfa, onda burada kosinüs alfa 0-dan kiçik olduğuna görə, burada da mənfinin əksi müsbət olur və deməli, kosinüslər teoremi bu şəkildə düşür. Deməli, burada şərtlər var. Deməli, alfa 90 bağışlayın, iki bucaq olarsa, yəni birinci qübün bucağı olarsa, onda kosinüslər teoremi bu şəkildə verilir. Alfa burada ikinci qübün bucağı olarsa, yəni kör bucağı olarsa, bu şəkildə verilir. Və bu deməli, nə kimi təsir edir? Məsələlərin həllində nə kimi təsir edir? Yəni, şücət bərabəsində biz bundan nə kimi istifadə edirik? Əziz dostlar, biz biraz öncə dedik, 7-ci sinif həcmində bu məsələ verilirsə, məsələn, işlənilən bir şübcaq üçün verilirsə, deyirik ki, şübcağın iki tərəfi verilib, orada demir kör bucaqlı şübcaq, demir iki bucaqlı şübcaq. Bir şübcağın iki tərəfi verilib, digər üçüncü tərəfin ala biləcək tam qiymətləri tapır. Və yaxud ala biləcək tam qiymətlərin ən böyük və yüksək qiymətlərinin cəmini tapır. Məsələn, bu kimi digər suallar verilə bilər. Orada biz onu elə şübcaq bərabəsinə görə tapırıq. Yəni, bilirik ki, şübcağın istənilən iki tərəfin cəmi üçüncü tərəfdən böyükdür. Bu şəkildə biz onları tapırıq ki, yəni şübcağın istənilən tərəfi digər iki tərəfin fərqinin modulundan böyük və cəmindən isə nədir? Kiçikdir. Bu şəkildə sual belə qoyulubsa, biz belə də bunu araşdırıb tapa bilərik. Yəni, ixtiyarımız var ki, belə tapaq. Bax, məsələn, tutaq ki, blok imtahanında belə bir sual çıxarsa, indi təsəvvürləndə, indi bir sadə sualdır. Amma ola bilər, lap-lapış imtahana düşər. Düşərsə ki, şübcağın iki tərəfi verilib,
üçüncü tərəfin ala biləcəyi qiymətlərin ən böyüyü ilə, qiymətlərin siyasətinin ən böyüyü ilə ən kiçiyini cəmi tapın. Onda birbaşa ilə həmin o tərəf, verilməyən tərəfi ikiqat bərabərçiliyi belə göstərir ki, həmin o verilməyən tərəf digər iki tərəfin fərqinin modulundan böyük, cəmindən isə kiçikdir. Bu ikiqat bərabərçiliyinin həllər çoxluğunu, tam həllər çoxluğunu tapıb, ən böyük və ən kiçik qiymətlərin cəmi tapsa, suala cavab vermiş olar. Burada heç bir qəbahət yox. Amma sual verirsə ki, iki bucaqlı üç bucaqda, məsələn, deyək ki, bax, iki bucaqlı üç bucaqda bu məsələ belə verilirsə, məsələn, tutaq ki, alfa bucağıdır, iki bucaqlıdır, beta bucağıdır, iki bucaqdır, gamma bucağıdır, iki bucaqdır. Yəni, bunlar üçü də, yəni alfada 0 dərəcədən böyük, 90 dərəcədən kiçikdirsə, sonra betada 0 dərəcədən böyük, 90 dərəcədən kiçikdirsə, gammada 0 dərəcədən böyük, 90 dərəcədən kiçikdirsə, bu iki bucaqlı üç bucaq sayılır. Bilirsiniz ki, üç bucaqların növləri onun bucaqlarına görə deyilir də, tərəflərinə görə də növləri var. Bərabər tərəfli, müxtəlif tərəfli, sonra deməli, bərabər tərəfli, müxtəlif tərəfli üç bucaqlar. Bəli, bərabər tərəfli üç bucaqlar var, müxtəlif tərəfli üç bucaqlar var və bərabər yanlı üç bucaq var. Yəni, üç növü var. İki tərəfi bərabərsə buna bərabər yanlı üç bucaq deyilir. Bütün tərəfləri bərabərsə bərabər tərəfli üç bucaq deyilir. Tərəfləri müxtəlifsə bu müxtəlif tərəfli üç bucaq olur. Bu şəkildə deməli, həm tərəflərinin və bucaqlarına görə bucaqların növlərini demək olur. İndi burada söhbət gedir ki, bucaqlarına görə növlərindən danışır. Deyir ki, iki bucaqlı üç bucaqda iki tərəf verilib, üçüncü tərəfi üçüncü tərəfin ala biləcəyi tam qiymətləri müəyyən edin. Bəli, onda siz bax, burada Pisagor teoreminə görə, burada C-nin kvadratı, burada iki bucaqlı üç bucaqdan söhbət edirsə, C-nin kvadratı nəyə bərabərdir? A-nın kvadratı, üstə gəl B-nin kvadratı, çıx 2AB kosinus alfa. Bəli. Bilirik ki, buna bərabərdir. 260 bucaqda buna bərabərdir. Və ispat eləmişəm artıq. Sizə bərk göstərdik. Deməli, burada 2AB kosinus alfa çıxılsın. Deməli, C-nin kvadratı, A-nın kvadratı, üstə gəl B-nin kvadratı, 2AB kosinus alfa, bu kosinuslar görürəm. Və buradan görürsünüz ki, bu C-nin kvadratı 2AB kosinus alfa qədər digər iki tərəfin kvadratlar cəmindən kiçikdir. Yəni, bu şərtlər daxilində, bax, bu şərtlər daxilində C-nin kvadratı kiçik olacaq. A-nın kvadratı üstə gəl B-nin kvadratından. Bəli. Deməli, bunların üçü də iki bucaqlı olmalı ki, bu iki bucaqlı üç bucaq olsun deyə, deməli, onda B və C də həmin şərtlər ödəyir. Yəni, B-nin kvadratı da kiçik olacaq. A-nın kvadratı üstə gəl C-nin kvadratından. Sonra A-nın kvadratı da kiçik olacaq. B-nin kvadratı üstə gəl C-nin kvadratından. Bax, bu bərabərçiliyin həllər çoxluğunun tam qiymətləri, yəni, bax, burada dəyişən bir dənə olacaq da. Ya burada C dəyişəni verilir ki, C-ni tapın. C-ni tapın deyəndə biz C-yə görə bərabərçiliyi həll edəcəyik. Yəni, A və B tərəfləri verilibdir, məlum tərəflərdir. Məsələn, A və B məlum tərəflərdirsə, burada bu C-nin ala biləcəyi tam qiymətləri axtaracaq. Yəni, verilmiş bərabərçilər sistemi həllini tapacaq ki, C-nin qiymətləri burada hansı şərtlər ödəyir. Və o həllər çoxluğundan tam qiymətlərini tapıb, onların içərisindən ən böyüyündə ikisini seçə biləcəyik. Və onlar desək ki, cəmini tapacaq, desək hasını tapın, hasını tapacaq. Bu şəkildə bir sualı cavablandıra biləcəyik. Əks halda, məsələn, başqa bir halda, fərz edək, sualı belə qoyulur. Məsələn, deyir ki, iki tərəf verilib. Məsələn, A, B tərəfi verilib, C tərəfi məlum deyil. C-ni tapmaq lazımdır. Və burada deyir ki, iki A və B tərəfləri verir və həmin tərəflərin əmələ gətirdiyi kor bucağın qarşısındakı C tərəfinin C tərəfinin ala biləcəyi tam qiymətləri müəyyən edir. Bəli. Artıq burada biz bilirik ki, burada C-nin kvadratı bilirsiniz ki, nəyə bərabərdir? Burada biz dedik, əgər o alfa burada kor bucaq olarsa, onda teorem bu şəkildə çıxır, kosinuslar teoremi. Onda C-nin kvadratı bərabər olur A-nın kvadratı, üstə gəl B-nin kvadratı, üstə gəl 2AB kosinus alfa.
buna bərabər olur. Və buradan tapılır ki, C-nin kvadratı onda C-nin kvadratı böyük olacaq. A kvadratı plus B kvadratından böyük olacaq. Evet. A kvadrat plus B kvadratından böyük olacaq. Və buradan tapılır ki, C böyük olacaq kök altında A-nın kvadratı üstə gəl B-nin kvadratına. Evet. Böyük olacaq. Bu şəkildə. Və A-nın kvadratı plus B-nin kvadratından böyük olacaqsa, onda digər tərəfin cəmindən də kiçik olmalıdır da. Yəni bilirsiniz ki, burada C həm də hansı şərt ödəyir? C kiçik olmalıdır A plus B-dən. Həm də bu şərt ödəyir. Düşəcək bərabərsinə görə. Evet. Deməli, onda tapılır ki, onda bu C-nin qiymətlərini tapmaq üçün biz bu iki qat bərabərsizliyi həll etməliyik. Böyük olmalıdır. Kökün altında A-nın kvadratı üstə gəl B-nin kvadratından. Kiçik olmalıdır. Deməli, A plus B-dən kiçik olmalıdır. Bax, bu iki qat bərabərsizliyin həllər çoxluğu, tam həllər çoxluğu tələb olunan C-nin tam qiymətləri müəyyən edir. Bu şəkildə təyin etmək olar. Amma sual verilsə ki, məsələn, başqa cür, mən artıq bu tələbi silib. Sual verilsə ki, məsələn, ərz edək, məsələn, iki buzaq, iki tərəf verilib, digər iki tərəfi, məsələn, tutaq ki, fərz edək, iki buzaq qarşısında duran C-ni müəyyən etmək lazımdır. Bəli, deyir ki, iki buzaqlı şu buzaq demir ha burada. Deyir ki, digər iki tərəfin əmələ gətirdiyi, yəni verilən iki tərəfin əmələ gətirdiyi, iki buzağın qarşısında duran tərəfin ala biləcəyi qiymətləri təyin edilir. Yəni, belə bir sual verilsə. Yəni, burada alfa 0 dərəcədən böyük, 90 dərəcədən kiçik olarsa. Yəni, o buzaqlar verilmir də, indi. Verilmir. Məsələn, baş yollardan da biri ya it ola bilər, ya kör ola bilər, ya biri it olar, biri düz buzaq ola bilər. Bilirsiniz ki, düz buzaqda düz buzaq yalnız bir dənə ola bilər, kör buzaq yalnız bir dənə ola bilər. Yəni, əgər düz buzaqda bir kör buzaq varsa, digərləri iki buzaqdır. Bir düz buzaq varsa, digərləri iki buzaqdır. Yəni, bunu hamınız bilirsiniz. Ona görə bu C-ni müəyyən etmək üçün artıq. Bu C-ni müəyyən etmək üçün. Burada indi kosinüslər teoremi necədir? Onda bilirsiniz ki, C-nin kvadratı nəyə bərabərdir? Bərabərdir. Deməli, A-nın kvadratı üstə gəl B-nin kvadratı çıxılsın 2AB kosinüs alfa. Biraz öncə bunu ispat edəmişiz. Evet. Onda artıq burada görürsünüz ki, C-nin kvadratı deməli kiçik olacaq. Burada görürsünüz, böyük olacaq. C-nin kvadratı burada böyük olur. Çünki 2AB kosinüs alfa qədər A kvadrat plus B kvadratından böyükdür. Ona görə də C-nin kvadratı burada bu kvadrat cəmindən nədir? Digər tərəfin kvadrat cəmindən böyük qalır. Yəni burada alfa gəl kör buzaq olarsa, deməli alfa burada kör buzaq olarsa, dedik ki, alfa burada nədir? Kör buzaq. Yəni böyükdür 90 dərəcədən, kiçikdir 180 dərəcədən. Yəni kör buzaq. Kör buzaqlı şu buzaq üçün bunu göstərir. Sonra, burada isə alfa bu şərtidir, yəni iki buzaq. Ona görə də burada C-nin kvadratı digər iki tərəfin kvadrat cəmindən kiçik olmalıdır. Bəli. Əgər C burada iki buzaq qarşısında durursa, o tərəf, yəni C burada iki buzaq qarşısında duran tərəfdirsə, həmin tərəf kimi deməli C bu şərti ödəməlidir və eyni zamanda hər tərəfdən kvadrat kök alsaq, onda biz nə alırıq burada? C kiçikdir, kökün altında A-nın kvadratı plus B-nin kvadratından. Və sübut bərabərsizliyinə görə də yazmaq olar ki, bu həm də böyükdür nədən? A-la B-nin fərqindən böyükdür. Bax, bu bərabərsizlik doğru olaraq görülür. Əgər belə sualı qoyularsa, biz bunu belə tapa bilərik. Bu şəkildə. Belə, sonra gəlin, digər məsələlərə baxaq. Artıq sizin üçün aydınlaşdı ki, iki buzaqlı şu buzaqda biz nə axtarmalıyıq? Tüm buzaqları iki buzaq olarsa, iki buzaqlı şu buzaqda biz həmin sualı necə araşdırmalıyıq? Əgər həmin tərəf kör buzaq qarşısında duran tərəfdirsə, onda biz onu necə araşdırmalıyıq? Aydınlaşdırdıq kosinüslər teoreminə görə. Və
həmin axtarılan tərəf əgər ki C-dirsə və o iki bucaq qarşısında duran tərəfdirsə, onda biz onu bax bu bərabərliyin köməyi ilə, şiddət bərabərliyin köməyi ilə, yəni kosinus teoremi tərkibində gəlib bunu alırıq. Bölünmüş kimi buradan da alınır ki, C-nin kvadratı digər iki kvadratların cəminin nəvi C olacaq və fərqin və modulundan nə olacaq? Böyük olacaq. Yəni burada biz artikaçının kvadrat kök alanda burada C-nin özünü alırıq. Həmin C özünü nədən istəyir? Kökün altından kvadrat, B-nin kvadratından istəyir və fərqin modulundan isə böyük. Yəni bu deməli şiddət bərabərliyini alan nəticəyi alır. Bunları silək. İndi müəyyən məsələlərə baxaq. Məsələn, tutaq ki, bizə belə bir məsələ verir. Bunları silək. Bir məsələni 3 formada verək. 1. Tutaq ki, deyir ki, deməli, deyir ki, şübzanın tərəfləri 9 sm və 5 sm verilib. Şübzanın demir ki, o bucaqlığı, iki bucaqlığı, elə bir şey demir. 9 sm və 5 sm verilib. Digər tərəfin ala biləcəyi tam qiymətlərin ən böyük qiyməti ilə kiçik qiymətin cəmini tapır. Onda biz istənilən bir şübzaq kimi biz bunu üçüncü tərəfi, yəni deyək ki, bu birinci tərəfdir, bu ikinci tərəfdir. Onda üçüncü tərəfi biz x qəbul edib yaza bilərik ki, x burada böyükdür. Həmin iki tərəfin fərqinin modulundan kiçikdir cəmindən. Təyin edə bilərik. Onda x böyük olacaq, deməli, 4-dən, kiçik olacaq nədən? Deməli, 14-dən. Burada da bunun ən kiçik qiyməti, x-in ən kiçik tam qiyməti 5 olacaq. Ən kiçik tam qiyməti 5 olacaq. Sonra ən böyük tam qiyməti isə nə olacaq? 13 olacaq. Və onların da cəmi bizə verəcək 18. Bu məsələni belə həll. İkinci halda, deyir ki, 9 sm, 5 sm. 9 sm, 5 sm. Bax ki, burada bu belə verilir. Məsələn, deyək ki, digər tərəfi isə kör bucaq qarşısında duran tərəfdir. Belə sual verilsə, məsələn, kör bucaqlı şübzaqda. Deməli, bax ki, kör bucaq qarşısında duran tərəf C-dir. Məsələn, bax ki, bu tərəfdə 9-dur, 9 bu olsun, 5 də bu. 9 cm və 5 cm-dir. Deyir ki, kör bucaq qarşısında duran tərəfdə C-dirsə, onda deməli, verilmiş şübzağın verilən tərəfinin ala biləcəyi tam qiymətlərin ən böyük tam qiyməti ilə ən kiçik tam qiymətinin cəmini tapır. Məsələn, belə bir sual verirlər. Onda biz bunu necə araşdırırıq? Biz bayaq burada kosinus teoremindən gətirdik, stat gətirdik ki, deməli, əgər bu alfa bucağı burada kör bucaqdırsa, yəni 90 dərəcədən böyük, 180 dərəcədən kiçikdirsə, onda deməli, bilirsiniz ki, burada kosinuslar teoremi C-nin kvadratını yazsaq, bərabər olacaq, deməli, A-nın kvadratı üstə gəl B-nin kvadratı çıx, bilirsiniz ki, 2AB, yəni üstə gəl olacaq, 2AB kosinus alfa. Dedik ki, əgər alfa bu şərti ödəyirsə, kosinus alfa nə olmalıdır? Kosinus alfa, deməli, sıfırdan nə olacaq? Kiçik olacaq, ikinci bucağı olacaq alfa. Çünki kosinus alfa ikinci lüqdə mənfidir. Ona görə deməli, mənfinin əksi olacaq müsbət, yəni Görəmdə çıxılsın 2AB kosinus alfadan, amma burada artıq ikinci lüqün bucağı olduğuna görə kosinus alfa sıfırdan kiçikdir və burada tapır ki, deməli, A-nın kvadratı plus B-nin kvadratı ilə 2AB kosinus alfa olacaq. Yəni, bu teorem bu şəkildə çıxır, kosinuslar teoremi. Buradan deməli biz tapırıq ki, onda C-nin kvadratı buna bərabərdirsə, ən azından bilirik ki, 2AB kosinus alfa qədər digər tərəflərin kvadratlar cəmindən bu böyük olacaq. Yəni,
buradan alınan nəticə görə yaza bilərik ki, C-nin kvadratı böyle olacaq A-nın kvadratı üstə gəl B-nin kvadratına. Çünki bunun üzərinə bu ifadəni gəlmək lazım ki, bunlar bərabərləşsin. Aydındır bu məsələ. Hər tərəfə bunu əlavə edərsək bunun üzərinə, yəni bax bu ifadənin üzərinə bunu əlavə edərsək, artıq burada olacaq bərabər. Amma A kvadrat plus B kvadratı bu ifadədən kiçik olduğuna görə deməli C-nin kvadratından kiçik olacaq. Ona görə C-nin kvadratı A kvadrat plus B kvadratından böyük olacaq. Yəni bu şəkildə. Onda bəs C-nin kvadratı burada. Yastı hər tərəfdən kvadrat kök alsaq. C bərabər kökün altında A-nın kvadratı üstə gəl B-nin kvadratı alırıq. Və bilirsiniz ki, buradan da C nəyə bərabər olacaq? Deməli, bağışlayın, C böyük olacaq deməli, kök altda A-nın kvadratı üstə gəl B-nin kvadratına. Bəli, buradan alın, böyük olacaq. Kiçik olacaq digər iki tərəfin cəmindən. Əlbəttə, istənilən üç bucaqda, istənilən tərəf digər iki tərəfin cəmindən nədir? Kiçikdir. Və burada biz həmin məsələni yazsaq, yəni burada biz deyək ki, A-ya 5 deyək, B-yə də 9 desək, onda biz burada C-nin qiymətlərini araşdırırıq. Hangi qiymətlərini araşdırırıq? Onda C burada hansı şərt ödəyəcək? Deməli, kökün altında 5-in kvadratı 25, 9-un kvadratı 81 edir. Olacaq neçə? 106. 106-dan böyük olacaq. 14-dən isə kiçik olacaq. Bunu alın. Və siz bilirsiniz ki, kökün altında 106 10-dan böyükdür, 11-dən isə kiçikdir. Yəni bu iki tam ədədin arasında yerləşən ədəddir, bağışlayın. Öyle dövr olmayan son-sonlu kəsrdir. Bilirsiniz, yəni bu irrasional ədəddir. Ona görə də deməli bu intervalda yerləşir. Deməli bu 10 tam onda neçə alır? Yəni yazsaq ki, onda biz buradan təqribən ala bilərik ki, tutaq ki 10 tam neçədir, fərz edək. Kiçik olacaq C-dən, o da kiçik olacaq nədən? 14-dən. Deməli, burada verilmiş C-nin ən böyük qiyməti 11 olacaq. Belə bağışlayın, ən kiçik qiyməti 11 olacaq. Ən böyük qiyməti də 14-dən kiçik olacaq. Deməli, 10-dan böyük 11 olacaq, 14-dən kiçik də 13 olacaq və cəm bizə verəcək 24. Deməli, əgər 5 santimetrdirsə bu da 9 santimetrdirsə, onda C-nin ala biləcəyi qiymətlər tam qiymətlər. Hansı qiymətlərdir? Deməli, bilirsiniz ki, 11-dən böyük, yəni 11, yəni bu bərabərçilik tərəfində olan tam qiymətlər 11, 12 və s. 13. 11, 12 və 13 və s. nə edir? 11, 12, 13 qiymətlərini alır. Çəkilir. Yəni, ala biləcəyi tam qiymətlər bunlar. 11, 12, 13. Deməli, əziz dostlar, biz burada kosinüslər teoremi tətbiqi ilə deməli, biz burada C-yə aid olan sərhədləri dəqiq müəyyən edə bilirik. Amma o məqamda şagirdlər səhv edir ki, məsələn, biz o məsələyə belə yanaşanda burada sərhədlər gör hardan başlayır? Deməli, burada bu bərabərçiliklə tam qiymətlər 5-dən başlayır, 13-də tutarır. Amma burada 11-dən başlayır, 13-də tutarır. Ki, bilirsinizmi? Yəni, bu məsələni götürüb, bu şəkildə həll eləmək səhv olar. Bu məsələni götürüb, yəni bu şərtə görə, şərtdə verilir ki, alfa kol bucağı qarşısında duran C tərəfinin ala biləcəyi tam qiymətlərdən ən böyüyüdən kiçiyinin cəmini tapır. Bunu götürüb bu şəkildə həll eləmək səhv olar. Amma bu şərtdə başqa cür verilir. Məsələn, deyir ki, bucağın iç tərəfi 9 cm, 5 cm olacaq, üçüncü tərəfin ala biləcəyi tam qiymətləri müəyyən edir. O başqa məsələ. Amma burada isə şərt dəyişir. Dəyişir ki, burada deməli, buna gedir. İşte bucaqlı üç bucaq üçün mən bəyə izah elədim mövzunu. Yəni, bu şəkildə yerinə yetirilir. Əziz dostlar, bugünkü mövzumuz buna qədər. Gələn videomuzda inşallah biz ibtidai funksiya qeyri-müəyyən inteqrala başlayacağıq. Yəni, bu abituriyentlərin bəziləri istəyirlər ki, bu mövzulara izah verək. Yəni, bacardığımız qədər izah verdik. Yəni,
Baxan, bəyənsə, xoşuna gəlsə, bəyənin simgesini basmağı unutmayın. Paylaşmağı unutmayın ki, hər kəsə bir yetişsin və hər kəs bundan faydalana bilsin. Bu şəkildə. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun, gələn videolarda görüşənədək. Sağ olun.